Bilirsiniz ki, iyun ayının 1-dən tələbələr işçi oturumuna müraciət edə bilməyəcək və bununla bağlı tələbələrdə çoxlu suallar var ki, mən nə edəcəm, hesabda pulu necə göstərəcəm? Bunlarla bağlı sizə danışım. Hesabda pulun göstərilməsi, yəni belə deyim, bunun hesablama qaydası var. Polşada yaşayan bir vətəndaş, yəni aylıq olaraq təxmini 1010 zlotluq xərci olur və bu 15 aya vurulur. Əlavə olaraq ev kirası, yəni məsələn 1500 zlotsa o 15 aya vurulur. Üzərinə də 2500 zlot sizin qayıdış biletinizin qiymətidir, yəni ki, biletin puludur. Bu da 10-12 min evrodur. Əlavə olaraq da siz universitet ödənişini ödəməmisinizsə, bunun da əlavə üzərinə gəlirsiniz. Yəni bu da çoxlu bir puldur. Yəni indiki vəziyyətdə də əvvəl məsələn heç bir yoxlanışlar olmurdu. İndi artıq inspektor sizdən hesab çıxarışını istəyə bilər. Bu saxta yollarla da pul verib arayış göstərmə, hesabda pul göstərmə. Bunlarla bağlı da artıq sizin işə baxan sizi prokuraturaya verə bilər. Yəni bu prokuratura ilə də sizə məhkəmə işi açılıb, sizə deport vəziyyətlər yarada bilər, çətinliklər yarada bilər. Bunların da heç birinin biz məsləhət görmürük ki, hesabda pul göstərin, yəni fiktivni, yəni saxta yolla hesabda pul göstərməyi məsləhət görmürük. Biz də Lifehack şirkəti olaraq sizə, əgər iyun ayının 1-dən gecikmisinizsə, biz sizə köməklik göstərib Student Plus Work oturumuna müraciət edə bilərik. Əlavə olaraq da bizim bir növdə köməyimiz var ki, siz biznes oturum kartı ala bilərsiniz. Bu da ki, nədir? Sizin adınıza şirkət açılır və bunun da üzərindən sizə oturum kartı müraciəti alınır, biznes oturum kartına müraciət olunur və biznes oturum kartı ala bilərsiniz. Bunlarla bağlı biz Lifehack şirkəti olaraq köməklik göstərə bilərik. Sadəcə konsultasiya yazılmağınız vacibdir və üzərinizdə pasportla bir yerdə gəlirsiniz, bizim vəkillər sizlə danışır və sizə köməklik göstərir.